Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində tekstildə, yəni Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna çox yaxın bir ərazidə, deməli 2 mərtəbəli binanın birinci mərtəbəsində bax qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda mən zalında yerləşirəm. Zalın uzunluğu 6, eni 4 metrdir. Gördüyünüz kimi təmirlidir. Qarşıda 2 ədəd qapı görmək mümkündür. Hər ikisi bir otağa daxil olur. Otağın ölçüsü 6-nın 5-ədir. Polu taxtadır, möhkəm materialdır. Yenidən bax bu deməli otağı mən sizə göstərirəm. Gördüyünüz kimi böyükdür. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Başqa regionlar üçün də onu da deyə bilərəm ki, yəni Gəncə şəhərində yerləşən Asan xidmətinə yaxın bir ərazi demək mümkündür. Çox yaxınlıqda 34 nömrəli orta məktəb, bu tərəfdən isə 43 nömrəli orta məktəb yaxındır. Həmin məktəblərin yanında, yəni 43-ün yanında dəqiq bilirəm, orada uşaq bağçası yerləşir. İndi isə mətbəxinə keçirəm. Mətbəxi bax bu cürdür. Mənə deyilənə görə mətbəx mebeli evdə qalır. Yenidən mən sizə mətbəxini çəkirəm. Bax burada da pol taxtadır, yəni başqa material deyil. Başqa regionlar üçün də yenidən bu söz deyə bilərəm ki, yəni şəhərdir. Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna yaxın bir ərazidir. Bax bura deməli Navesdir. Navesin alt hissəsi demək olar. Başqa bir böyük bir zal da demək olar. Nə bilim bax belə bir, onu da deyim ki, nəyə görə bu söz dedim? Çünki bax mənim arxamda darvaza yerləşir. Bura maşın daxil ola bilər. Yəni bax bu əraziyə maşın daxil ola bilər. Bax belə bir deməli mənzilin qiyməti 65.000 manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. 1,5 tonluq su bakı var. Şəhərdir. Bax yenidən bu mənzili sizə göstərirəm. Deməli Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna yaxın bir ərazidir. Heydər Əliyev prospektinə yaxın bir ərazidir. 2 mərtəbəli binanın birinci mərtəbəsidir. Bax belə qiyməti 65.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.